Baxırıq çevrənin tənliyinə. Deməli, birinci misal tipi. X kvadrat üstə gəlsin y kvadrat çıxılsın 6x üstə gəl 4y çıxılsın 7 bərabərdir 0. Şərtdə deyir ki, x oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapar. Yadınızda saxlayın. X oxu ilə kəsişirsə y bərabərdir 0 götürürsünüz. Y oxu ilə kəsişirsə x bərabərdir 0 götürürsünüz. Deməli deyir ki, x oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapır. Deməli, y-lərə 0 verəcəyik. Y-ə 0 verirəm, y-ə 0 verirəm. Olacaq x kvadrat çıxılsın 6x çıxılsın 7 bərabərdir 0. x1 üstə gəlsin x2 6'dır. x1 vurulsun x2 bərabərdir mənfi 7. Köşlərindən biri 7'dir, biri də mənfi 1'dir. İndi necə olacaq? Qeyd edirsiniz koordinat sistemine. Mənfi 1, 7. Mənfi 1'dən 7'yə qədər məsafəmiz olacaq 8. Kəsişmə nöqtələri arasındakı məsafə olacaq sizdə 8 cm. Aydındır. X oxu ilə kəsişmə nöqtəsində y 0 olur. Y oxu ilə kəsişmə nöqtəsində x 0 götürürsünüz. Baxıram ikinci misal tipinə. X çıxılsın 2'nin kvadratı üstə gəl y çıxılsın 1'in kvadratı bərabərdir 14'ə. X üstə gəl 2'nin kvadratı y kvadrat çıx 2y bərabərdir 21. Birinci tam düz formada verilib sizə, ikinci isə düzgün formada verilməyib. Bunu gətirməlisiniz düzgün formaya. Necə? Bax, burada bərabər 21'i biraz uzaqlaşdırıram. Bu hissənin düstur verməsi üçün burada plus 1 olmalıydı. 1'i özümdən əlavə elədiyimə görə həm də çıxıram. Olacaq x üstə gəl 2'nin kvadratı üstə gəl bu düstur y çıx 1'in kvadratı, biri də bu yana atıram olur 22. İndi şərti oxuyuram. Şərtdə bizə deyir ki, çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Mərkəz necə olur? Bunun içini sıfıra çevirən qiymət. Bunun içini sıfıra çevirən qiymət 2'dir. Bunun içini sıfıra çevirən qiymət 1'dir. Yəni birinci çevrənin mərkəzi 2-1 nöqtəsidir. Bu birinci mərkəzdir. İkincidə bunu sıfıra çevirən qiymət mənfi 2'dir. Bunu sıfıra çevirən qiymət müsbət 1'dir. İkincinin mərkəzi olacaq mənfi 2-1 nöqtəsi. İndi iki nöqtə arasındakı məsafəni istəyirsə, iki nöqtə arasındakı məsafə düstura qoydum. x2 çıx x1'in kvadratı üstə gəl y2 çıx y1'in kvadratı. Deməli belə. Bax, mənfi 2'dən çıxıram 2'ni. Mənfi 2 çıx 2'nin kvadratı. Üstə gəl 1'dən çıxıram 1'i. 1 çıxılsın 1'in kvadratı. Fərqi yoxdur. İstəsəz bundan bunu, bundan da bunu çıxıb yaza bilərsiniz. Deməli belə, bu olacaq sizdə mənfi 4'ün kvadratı 16, bu da 0. Köş altında 16'dan da sizdə çıxacaq 4. Aydındır. Bu da oldu bizdə ikinci misal tipi. Deməli, baxırıq üçüncü misal tipinə, çevrənin tənliyində. X kvadrat üstə gəlsin y kvadrat çıxılsın 8x bərabərdir 0. Deyir ki, tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Diqqətlə qulaq asırsınız bunu. X kvadratın dostu 8x'dir. Üçüncü 16 olsa müxtəsər vurma düsturu verir. 16'nı özümdən əlavə eləmişəm deyə həm də çıxıram. Bir də üstə gəl y kvadratı qaldı. Bərabərdir 0. Y kvadratın dostu y olmalıdır. Y olmadığına görə dostsuzdur, tək qalır. Bu x çıx 4'ün kvadratıdır. Üstə gəl y kvadratı. Mənfi 16'nı bu yana keçirirəm. Olacaq müsbət 16. Mərkəzlə bunun mərkəzi için sıfıra çevirən qiymət 4'dür. Burada da 0 olur ki, yoxa çıxıb. Aydındır. Yəni məsələn y çıx 0'ın kvadratı y kvadratı verir. Ona görə də mərkəzimiz 4 0 nöqtəsidir. Sonda duran r kvadratıdır. R kvadrat 16'dır. R-dən neçə alıram? 4. Bizdən çevrənin radiusunu istəyirdi, radiusu tapacaqsınız 4. Diametri istəsəydi 2'yə vurardınız, olacaqdı 8. Çevrənin uzunluğunu istəsəydi 2 ilə tapardınız. Yəni diametri istəsə, radiusu istəsə, çevrənin uzunluğunu istəsə hər birində radiusu tapmalısınız bu formada. Sonra dördüncü misal tipi. A 4 5.
Şərtdə deyir ki, bu nöqtədən çevrəsinə qədər məsafəni tapın. İndi nə edirsiniz? Birinci şəklimizi qururam. O A nöqtəsidir. 4, 5. Çevrəsinə qədər məsafə, bax, bura qədər məsafə deməkdir. İndi onu necə tapırsınız? Birinci, mərkəzə qədər məsafəni tapırsınız. Mərkəzə qədər məsafəni tapandan sonra radiusu çıxanda, bax, bu hissə qalacaq sizdə. Sizdən bu hissəni istəyir. İndi nə edirəm? Birinci düsturu yaradıram. X kvadratının dostu 4x-dir. Üçüncü 4 olsa müxtəsər vurma düsturu verir. Y kvadratının dostu 6y-dir. Üçüncü 9 olsa müxtəsər vurma düsturu verir. 4 ilə 9-un cəmi neçədir? 13. 13 əlavə eləmişəmsə çıxıram. Bərabərdə 12 şərtdə var idi. Bu 3 olacaq x üstəcə 2-nin kvadratı. Bu y üstəcə 3-ün kvadratı. 13'ü bu yana atıram 25. İndi r kvadrat 25'dir. Onda r neçədir? 5. Deməli, bax, bu hissə, bax, bu radius. Nəyə bərabərdir? 5'ə. Mərkəzi isə bunun üçün sıfıra çevirən qiymətdir. Bununki -2'dir, bununki də -3'dür. İndi bu nöqtənin koordinatı -2, -3'dür. Bu məsafəni tapmaq üçün istifadə edirsiniz kök altında. -2 çıxılsın 4'ün kvadratı. Üstəgəl -3 çıxılsın 5'in kvadratı. Bu olacaq 36, bu birisi də 64. Kök altına 100, bundan neçə çıxacaq bizdə? 10. İndi bax, şu bizdə 10'dur, bu hissədə 5'dir. Buranı tapmaq üçün ondan 5'e çıxıram, cavab olacaq 5. Məsələn, aydındır. İndi keçək çevrədə 5-ci tipə. Deməli, şərtdə deyir ki, OA 8'dir. Deyir, radiusu 5'dir. Radius bax bunlardır. Burada 5'dir. Həmçinin burada 5'dir. Buradan bir hündürlüyü yendirsəniz, yazıda saxlayın. Mərkəzdən bu sizdə vətər sayılır. Vətər endirmiş perpendikular onu 2 bərabər hissəyə bölür. OA 8 isə neçə bölünəcək? 4, 4. İndi 5, 4. Pifagordan buranı neçə tapırsınız? 3. Yenə deyirəm, imtahanda bir dəfəlik bura 3 yazmaq olmaz. Bura bir x deməlisən, yazmalısan x kvadrat, üstəgəl 4'ün kvadratı bərabərdir 5'in kvadratına. Oradan x'i tapmalısan. Bir dəfəlik yazanda bal kəsirlər. Pifagor teoremini tətbiq eləməlisiniz tam şəkildə. Deyir, çevrənin tənliyini tapın. İndi diqqətlə qulaq asın. Buradan bura qədər 4 cm-dir. Yəni buranın koordinatı neçədir? 4. Buradan bura 3'dür. Burada gedirəm, onda bu nöqtənin koordinatı neçədir? X. X oxundakı sizdə A olur. Mərkəz AB-də axı. X oxundakı A olur. Yəni A neçədir? 4. Y oxundakı B olur. Yəni B nəyə bərabərdir? 3'ə. Radius neçədir? 5. İndi çevrənin tənliyini yazıram. X çıxanın kvadratı üstəcə Y çıx B-nin kvadratı bərabərdir L kvadratı. Olacaq x çıx 4'ün kvadratı üstəcə Y çıx 3'ün kvadratı bərabərdir 5'in kvadratı. Yəni 25. Tənliyimiz olacaq bu formada. Aydındır.